Təhsilin ən bahalı səhvi nədir? Bəlkə də uşağa gec investisiya etmək. Bir düşünün. Məktəbə qədər və ibtidai sinif dövründə oxu və hesablama bacarıqlarında ciddi gerilik toplamış bir şagird üçün yuxarı siniflərdə yaradılan güclü şəraitin nə qədər faydası olacaq? Təsəvvür edin, uşaq 5-ci sinifə keçir, amma oxuduğu mətni tam anlamır, riyazi məsələdə verilənlə tələb olunanı ayırd edə bilmir, baza hesablamalarında çətinlik çəkir. Biz isə həmin uşağa yuxarı siniflərdə daha yaxşı infrastruktur, daha müasir texnologiya, daha çox dərs saatı və əlavə hazırlıq imkanları təqdim edirik. Bəs artıq yaranmış bu boşluğu doldurmaq nə qədər asandır? Nobel mükafatlı iqtisadçı James Heckman araşdırmalarında uşağa erkən yaşlarda edilən investisiyanın geri dönüşü daha yüksəkdir deyir. Çünki təhsildə bəzi boşluqlar zaman keçdikcə sadəcə qalmır, daha da böyüyür. Azərbaycan təhsilində də buna görə məktəbə qədər və ibtidai təhsilə yalnız başlanğıc mərhələ kimi baxmamalıyıq. Əgər uşağın ilk illərində güclü oxu, anlama, yazı və riyazi düşünmə təməli yarada bilmiriksə, sonrakı illərdə onun üzərinə nə qədər mərtəbə tikməyimizin mənası azalır. Təhsildə ən böyük investisiya uşağı sonradan xilas etmək deyil, onun əvvəldən geridə qalmamasını təmin etməkdir.